ailənin cücərdilməsi, papaq atmaq, eləcə də yumurta döyüşmək. Yumurta döyüşmək. Sən gətirmirsən yumurtanı? Əlbəttə ki, gətirmişəm. Boyda gitti. Hə. Biraz da gösterdim, biraz da. Döyüşək? Döyüşək. Tut kesə. Elə bilirdin sən udacaqsan. Tut kesə. Ayda. Ayda, yenə uduzdum. Neynəyim, mən axşam nənəmə deyərəm. Yumurtalar, o mənə demişdi ki, yumurtalar bərkdir, neynək? Nənən sənə alladıb kesə. Deməli, Kosa, sən hardan gəlirsən? Mən Dərbətdən gəlirəm. Dərbətdə neynirdin? Getdim Dərbəndi gəzdim, dolaşdım, eğləndim. Gələndə də alma aldım, gətirdim. Alma, hanı bəs alma? Almanı satdım. Satdın, nə aldın? Satdım, maşın aldım. Maşınanı bəs? Onu da sattım. Və onu satıb pulunu neynədin? Pulunu, traktor aldım. Traktor neynədin bəs? Onu da sattım. Onu satıb nə aldın? Öküz aldım. Hanı bəs öküz? Öküz o kadar döydüm ay keçən. Öküz axırı öldü. Ay, Kosa ölmə. Qalx ayağa. Ay Kosa. Ölmə girən, dur ayağa, uşaqlarla oynayaq, rəqs eləyək, əylənək. Hə, uşaqlarda var imiş ki. Onda hələ mənim ölməyim tezdir. Biz bu uşaqlarla hələ rəqs edəcəyik. Uşaqlar rəqs edəyin. Durun ayağa. Onda durun da ata. Hə, hamını rəqsə dəvət edin.